İctimai radioda avtostop verilişinə yəqin ki, qulaq asmısınız. Tural qədər populyar, həmin verilişin daimi dostu, Turalın müəllimi, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovdur. Bugün o mənim qonağımdır, Fatehin Divanında. Xoş gəlmişsiniz Aqil. Salam, salam. Aqil müəllim, neçə ildir ki, sizin işiniz öyrətməkdir və gəlin ondan başlayaq ki, nəyi öyrətmək daha çətindir? Nəyi öyrətmək daha çətindir? Mən artıq 35 ildir müəllim işləyirəm, qəza əleyhinə kursların məşqçisiyəm. Maşın sürmək, öyrətmək asan deyil, Fatih. Qəzadan qaçmağı öyrətmək çətindir. Yəni, maşın sürməyə bütün kurslarda öyrədirlər. Bizim kurslar qəzadan qaçmağı öyrədir. Ətraf sürücülərin səhvini vaxtında görməyi öyrədir, proqnozlaşdırmanı öyrədir. Bizim kursların fərqi ondadır ki, deməli, adi əskərlə xüsusi təyinatlı əskərin fərqi nədirsə, adi sürücü ilə qəza əleyhinə kursların elə bir ki, tələbəsinin fərqi bax budur. Bəs necə insanları öyrətmək çətindir, necə insanları isə rahat? Deməli, iki cür insanlar var ki, onları öyrətmək çətindir. Maşın sürməyi öyrətmək nədir? Başdan ayağa düzgün qərarlar qəbul etməyi öyrətməkdir. Şikan arxasında düzgün qərarlar qəbul etməlisən. Elə insanlar var ki, Fatih, onlar qərar qəbul edə bilmirlər. Nəinki düzgün, ümumiyyətlə qərar qəbul edə bilmirlər. Elə insanları öyrətmək mümkün deyil. Qərarsız adam. Qərarsız insanlar da onları öyrətmək mümkün deyil. Yaxşı, bəs öyrənməyə meyli olmayan, amma sizin yanınızda maşın sürməyi öyrənmək üçün gələn adamları, onlarla necə dil tapırsınız? Yoxsa siz bunu etmək lüksunuz var ki, yaxşı qardaş, çox sağ ol, bura kimi, sən get. Çünki bir növ sən get deyəndə də o məsuliyyəti sizin çiyninizdə haradasa qalır. Ümumiyyətlə, bizim kurslara deməli, gələnlərin 99%-nin həvəsi olur. Çünki bizim kurslara ağıllı adamlar gəlirlər. Birisi necədir? Bəzi insanlar deməli, maşın sürmək istəyəndə maşının özü haqqında fikirləşirlər. Lüks olsun, fulun-fulu olsun. Amma başa düşmürlər ki, bu maşın öz-özünə getməyəcək. Ona görə onlar maraqlanırlar, yaxşı kurslarla maraqlanırlar və bizim yanımıza gəlirlər. Yəni, 99% insanlarda arzu olub bura gəlirlər. Amma bir 10% var ki, həyat yoldaşları məcbur edir ki, ged öyrən. Fatih, yaxşı bir şey alınmır, yaxşı bir şey alınmır. O, içərdə olan həvəs elə bir qüvvədir ki, o insanı məqsədə doğru itələyir. Əgər o nətər deyim, içərdən olan o his yoxdursa, onu öyrətmək həddən artıq çətindir və bəzi insanları biz geri yola salırıq. Fikrinizcə, hansı xüsusiyyətlərə malik insan sükan arxasına ümumiyyətlə keçməməlidir? Başqa hansı xüsusiyyətlərə? Düşünə bilməyən insan, qərar qəbul eləyə bilməyən insan, aqressiv insan. Aqressiv insan, niyə? Çünki biz necədir? Elə insanlar var ki, onlar aqressivlik içərdəndir, hər sahədə aqressivdirlər, ailədə də aqressivdirlər. Maşını da o cür sürür. Maşında da aqressiv sürürlər. Onları sakitləşdirmək mümkün deyil. Məndə elə tələbələr də olub ki, mən məsəl üçün 10 dərs, 15 dərs ərzində yalnız mənim işim bunu öyrətməkdən əsas bunu sakitləşdirmək. O atın cilovunu çəkərsən ki, sakitləşdirəsən. Bunu sakitləşdirməklə məşğul olub. Bu, deməli, gedib və yenə də hadisəyə düşüb. Çünki həmişə mən onun yanında olmayacam axı. Siz sürücülüyə yeni başlayan yüzlərlə insan görmüşsünüz yəqin ki, artıq bəlkə 1000 rəqəmini də aşmışsınız. Bu insanlar maşın almağı və nəticədə sükan arxasına keçməyə necə qərar verirlər? Bu, mən başa düşürəm ki, bəzən bu məişət ehtiyacıdır. Bir çox hallarda da elə deyil axı. Fatih, mənim də sizə bir dənə sualım var. Olar mı? Biraz verilişim gəlir. Siz deyəsən, mən sizin verilişə baxırdım Tural'la söhbətgahda. Siz dediniz ki, sizin maşına ya həvəsiniz yoxdur, ya ümumiyyətlə ehtiyacınız yoxdur. Niyə ay Fatih? İzah edim. Mənim qənaətim bundan ibarətdir ki, mən sərnişin qismində, avtomobildə gedəndə, ətrafda baş verənlərə, mənim hərəkət etdiyim avtomobili, misal üçün, yaşadığı çətin vəziyyətlərə baxaraq başa düşürəm ki, eyni çətin vəziyyətlərdə mən sürücülər kimi sakit yox, daha emosional reaksiya verəm. Və bu, yekunda mənim hamı ilə mübahisəmə gətirəcək. Hamıya çalışacağım, öyrədim ki, belə yox, belə sürmək lazımdır. Və adamların buna reaksiyası siz məndən yaxşı bilirsiniz də. Yəni, heç kim səhvini boynuna almaq istəmir. Almır, yaxşı. Amma mən... Siz başınızı ağrıtmaq istəmirsiniz. Mən başa düşdüm sizə. Nətər olur ki, insanlar maşın sürməyi öyrənmək istəyirlər? Deməli, insanlar rahatlıq istəyirlər və həyatda elə bir an gəlir ki, məsələn, ailəvi artıq uşaqlar var,
artıq taksi ilə getmək o qədər də sərf eləmir. Çünki taksidəki sürücü nə qədər olmasa da ailənin içində bir qulaqdır. Bir qulaqdır, ailənin sirrini bilir, eləyir. Ona görə də çox adamlar məcburi buna gəlirlər. Bir də ki, deməli, ümumsada deməli, nəqliyyat vasitələri, avtobuslar o qədər yaxşı vəziyyətdə deyil. Yəni, onlara da İnsan öz ailəsini haradasa etibar etməyə qorxur. Bax, belə olur, onlar bizim yanımıza gedirlər, bizim tələbəmiz olurlar. Bəs bu qərarı bir qədər gec, mənim kimi, mənim yaşımda deyək ki, verənlər hansı çətinliyi yaşayır birinci növbədə? Vallahi heç bir çətinliyi yaşamırlar. Siz bilirsiniz ki, mənim tələbəm Tural o qədər də 20 yaşında öyrənməyib. O haradasa 30-a yaxın idi onun yaşı, 32 yaşında idi və o həddindən artıq tez öyrəndi. Niyə görə öyrəndi? O, maşın sürməsə də yol hərəkəti qaydalarını çox gözəl bilirdi, ona görə də öyrəndi. Deməli, bir balaca reaksiya zəifləyir, amma sizin yaşda yox, çox yaşda. Məsələn, 50 yaşda, 60 yaşda insanın reaksiyası zəifləyir, onu öyrətmək çətin olur. Amma siz yaşda, maşallah, nə olub ki? Cavan oğlansınız. Bəli, cavan oğlansınız. Gec deyil. Bilmirəm, yəqin sizi saxlayan yalnız o dediyiniz səbəblərdən başqa ümumiyyətlə bu işə həvəsiniz olmamaqdır. Ola bilər. Məsəl üçün, mən anadan olandan sonra deməli, birinci çəkdiyim şəkil maşın olub. Valideynlərim mənə danışırlar ki, birinci çəkdiyim maşın olub. Bütün həyatım bu, yəni içərdən bir həvəs olmalıdır. Boynunuzu alın, Fatih. Nəsə həvəsim yoxdur. Mən birinci ev şəkli çəkmişdim. Siz ev çəkmişdiniz. Bəli. Aldınız mı? İpoteka ilə. Nə yaxşı. Bəzi valideynlər uşaqlarını, lap o uşaq az qala şəkil çəkən dövründən maşın sürməyi öyrədirlər. 15-16 yaşında, daha tez, dəniz qırağında. Bu düzdür, yoxsa? Bundan səhv addım ola bilməz. Bundan səhv addım ola bilməz. Bilirsiniz necədir? Uşağı güya qucağında saxlayır, ya öyrədir, yanında oturur. Uşaqda belə hiss yaranır ki, bu maşın sürə bilir. Halbuki o valideyn yanında olduğuna görə nisbətən normal sorur. Günlərin bir günündə şeytan o uşağı yoldan çıxardır. Yəni, komodun üstündə, piyaninanın üstündə olan açar, götürülür, dostlara zəng, gəlin gedək, mən sürürəm, atam vermişdi mənə və bu zaman uşağı itirmək olar, ümumiyyətlə itirmək olar. Bir də ki, bilirsiniz necədir, maşın sürməyə üçün bir balacada insanda şuur inkişaf etməlidir. Hər halda 14, 13, 12 yaşında uşaq öz, deməli, məsuliyyət hissəsi ola bilməz. Razısınızmı? Və ona görə məsuliyyət hissə ola bilməz, ona görə mən bunun qəti əleyhidarıyam. Ümumiyyətlə, avtomobil idarə etməmiş, heç vaxt bunu etməmiş insan üçün avtomobilə ilk dəfə oturanda ən çətin nədir? Birinci təəssüratda, sən kimisə müşahidə edirsən də, bu sükan, bu o nədir, sürət qutusu, bu da pedallar, çətin olan nədir? Adamlar hansı addım atmağa çətinlik çəkilir ilk dəfə? Deməli, maşına oturanda heç bir çətinliyi çəkmirlər. Deməli, boş meydançadır, öyrədirik, budur. Problem ha vaxt başlayır yollarımıza çıxanda. Maşallah, xaos, başdan ayağa xaos. Mən tam məsuliyyətlə bundan deyirəm ki, qayda qanunla sürən insanlar 30%-dən o yana keçmir. Haradasa 70% necə gəldi sürür. Deməli, yazıq tələbi ilə yola çıxan kimi, elə bir ki, doğrudan da xaos təsiri başlayır. Oradan avtobus üstüvə gəlir, buradan piyadalar təkərin altına girmək istəyir. Yazıq tələbənin ayaqları, əlləri əsməyə başlayır, qışda tərləyir, yayda belə. Ona görə əsas ətrafdakılardır. Əsas öyrətmə prosesi çətin deyil. Amma bir çox, misal üçün, metodikalar var, nəyisə öyrətmək metodikası ki, elə ondadır ki, ən stres vəziyyəti adamı salmaq, o orada baş çıxararsa, daha çox öyrənmiş olacaq. Yoxsa belə deyil? Yox, elədir. Elə bizim işimiz də elədir. Birincisi, Fatih, bir dənə böyük problemimiz var. Azərbaycan kimi böyük ölkədə xüsusi meydança yoxdur. Xüsusi meydança. Siz bilirsiniz ki, qanunlar deyir ki, insanı yola buraxmamışdan əvvəl xüsusi meydançada, deməli, məsəl üçün, Moskva şəhərinin hər rayonunun özünün xüsusi meydançası var. Orada svetoforlar var, yollar var. Bizdə yoxdur. Biz meydança da yoxdur. Anladım. Sizin yanınıza tələbə gələndə, onun davranışından, sürməyindən başa düşə bilirsiniz ki, bu adam qəza etməyə daha meyillidir ya yox? Deməli, mən gələndə, tələbələr yanımıza gələndə iki faktora fikir verirəm, Fatih. Birinci, onun mədəni insan olub-olmamağına. Siz deyəcəksiniz, mədəniyyətin sürməyə dəxli varmı? O qədər dəxli var. Necə? Deməli, mədəni insan
Nəinki həyatda mədəni olur, ailədə, işdə, eyni zamanda sükanda mədəni olur. Onda abır hissi olur, ayıbdır sözü olur və bu faktorlarda qayda qanunu pozmamağa zövq edir. Bu birincisi. İkincisi isə onun ikincisi onun qabiliyyətini yoxlayırıq da, yəni reaksiyasını yoxlayırıq. Bu iki faktor. Mədəni insan gələndə bilirsən ki, bu yaxşı olacaq, bu elə-belə də sürəcək. Ümumiyyətlə bilirsiniz necədir? Bu illərin təcrübəsi var da. Yollarda mən gedəndə qabağımda gedən adamın göstər 5 dəqiqə, 3 dəqiqə onun arxasınca gedim, mən artıq ona diaqnoz qoya bilərəm ki, bu necə adamdır? Həyatda egoist adamdırmı? Başqalarını düşünən adamdırmı? Yəni insanın sürüş tərzindən onun insanlığı da bilinir. Anladım. Qəza etməmək üçün sürücünün bilməli olduğu hansısa 5 qayda çıxarmaq mümkündür? Yox, 5 qayda, 555 qayda mümkün. Bəli, 5 qayda azdır. Deməli, qəzaya bizdə bir balaca izah eləyim, bizim kurslar nə ilə fərqləndir? Deməli, qəza əleyhinə kurslar 2 cür olur. Deməli, məsəl üçün, qəzaya artıq situasiya yaranıb, sürücü sükanı fırladır, 2 təkərə qaldırır, deməli, polis dönüşü deyirlər, poliseski razvarot, onu eləyir, düşmür. Müəyyən elementləri biz də eləyirik, amma bizdə qəza əleyhinə intellektual kurslardır. Biz tələbələrimizi qəza situasiyasına ümumiyyətlə düşməməyi öyrədirik, ay Fatih. Yəni, hadisələri elə proqnozlaşdırırıq ki, qabaqdakiların nəinki səhifini görürük. Biz o səhifin olunma ehtimalını ölçməyə çalışırız. Deməli, öncədən görməni öyrədirik də. Elə bir ki, Nostradamusları yetişdiririk. Başa düşdüm. Yollarda ümumiyyətlə necə sürücüdən qaçmaq lazımdır? Ay Fatih, qəribə sual verdiniz. Deməli, belədir. Maşında həddindən artıq şpakulovka varsa və o maşını rəhləmirsə, şpakulovka artıq köhnəlibsə, artıq nəticə çıxardırsan ki, bu maşını rəhlətmir. Çünki bilir ki, 15 gündən sonra, 5 gündən sonra yenə də vuracaq. Elə şpakulovkalı maşınlardan qorumaq lazımdır. Ondan sonra, deməli, maşının arxasınca gedirsən, güzgüsündə onu görürsən də, telefonla danışırsa, bəzi insanlar inanmazsan Fatih, telefonda mesajdaşırlar. Mesaj oxuyurlar. Axı, sən başını aşağı salanda oradan insan keçə bilər. Sən onu vura bilərsən. Sonra sən neçə illər dəmir barmaqlıqlar arasına gedə bilərsən. Sən orada hər gün o dəmir barmaqlıqlar arasında gecələr yuxunda həmin vurduğun adamı görə bilərsən. Amma bunları başa düşmək üçün razı olun ki, nə lazımdır? Şuur. Vəssalam. Bəli. Sizin tələbəniz olmuş Tural deyir ki, yolda sakitləşmək üçün, o misal üçün hərdən avtomobildə quş səsi də qoşa bilər. Onları dinləyir və bu onu əsəbləşdirmir. Artıq yolda baş verənlər. Bu variant həmişə keçərlidir ya yox? Yox. Deməli, həmişə keçərli deyil. Ümumiyyətlə, mən baxmayaraq ki, Tural bunu deyir, ona uyğundur bu. Amma ümumiyyətlə, tələbələrin çoxsuzunu götürəndə, ümumiyyətlə, heç nə mane olmamalıdır. Heç nə. Axı, bəzi sürücülərə musiqinin olması rahatlıq hissi yarar. Müəyyən təcrübədən sonra. Müəyyən, bir il yarım keçəndən sonra, bir il o qədər o zəifdir ki, yəni ki, hadisələrə qarşı nə qədər onu öyrətsək də, eləsək də, o qədər ətrafdakı vəziyyət aqresivdir ki, bir il müddətində ona mahnı qulaq asmaq da məsləhət deyil. Ümumiyyətlə, mən hətta təcrübəli sürücülərə də telefonla danışmağı məsləhət görmürəm. Siz bilirsiniz ki, qaydalar deyir ki, telefonu ələ götürmək olmaz, amma danışmaq olar, yəni qulaqçıq varsa, mən onu da məsləhət görmürəm. Çünki nə qədər olmasa da, bax, 35 il, 40 il mənim təcrübəm var da müəllimliyi, nə qədər mənim təcrübəm olsa da, evdən yoldaşım zəng edir ki, filan şeyi alarsan, neçə 100 qram alım, 200 qram alım, bir də gördün ki, sən həmin, mən bu boyda təcrübə ilə düz getmədim, sağa döndüm, elədim, mən boynuma alıram bunu. Yəni, insanın beyni kompüter deyil ki, bir neçə sahədə deməli, elə bir ki, hərəkət eləsin. Anladım. Turaldan yaxşı tələbəniz olub? Yox. Yox, çox qəribədir, yox. Siz bilirsiniz neçə saat öyrədib. Fatih, səncə neçə saat öyrənər? Tural maşın sürməyi. Bəli. Neçə saata tək gedib, yəni dərslərdən, sizcə? Məndə belə təxmin var ki, bu 5-10 saat da ola bilər. 4 saat. 4 saat. 4 saat. Bu mənim rekordumdur. Deməli, bir nəfər də olub, onda da 3 saat olub. Bütün bu illər ərzində belə rekordum mənim olmayıb. Turalda o qədər daxildən hazır idi maşın sürməyə. O qədər daxildən bunu
yəqin ki, istəyi də var idi. Ümumiyyətlə, mən təəccüblənirəm ki, Tural qaydaları bu qədər yaxşı bilə-bilə, bu qədər gec maşın öyrəndi. Amma gənə atalar deyir ki, heç var gec deyil də. Gənə. İndi Allah qorusun, hadisəsiz neçə illərdə sürür. Yaxşı sürücünü pis sürücüdən... Fatih, bağışlayın sözünüzü kəsirəm. Ha vaxtsa ürəyivə düşsə maşın düşməyə. Çox xahiş maşın sürməyə. Çox xahiş edirəm mənə müraciət eləyin. Yəni, başqa kurslara getməyin. Mən sizə sübut edəcəyim ki, heç vaxt gec deyil. Yaxşı. Ən çətin tələbəniz, onu da təsvir edin də. 90 saat. 90 saat. Və nəticə olmadı. Ömürdən gedir. Bəli, bəli. Bu mənim nəzərə alsa ki, adətən 10 saat, 15 saata tələbələr hazır olurlar. Deməli, necə oldu? Bax, belə müəllimə idi, çox qəribədir. Müəllimlər axı qərar qəbul edə bilirlər. Qərar qəbul edə bilmirdi. Bunun yoldaşı gətirdi ki, bunu maşın sürməyə öyrətginə. 3 saatdan, 2 saatdan sonra, 1 saatdan sonra mən başa düşdüm ki, bu öyrənməyəcək. Yoldaşına deyirəm, mümkün də deyir. Bizim ailədə mütləq maşınlı olmalıdır, siz məşğul olmalısınız. Deyirəm ki, axı siz pulu havaya eləyir. Deməli, yox, nə qədər lazımdır məşğul. 90 saat sürəndən sonra getdi, hasara vurdu. Yəni, mən utanmıram bunu deməyə, çünki qalan tələbələrimiz illərlə qəzasız sürürlər və onların sayı yüzlərləndir, minlərləndir. Belə bir fikir var ki, xanımlar daha yaxşı sürücüdür. Özünü, övladını qoruma instinkti güclüdür deyə, başqa faktorlar var, hansına görə ki, onlar daha intizamlı sürücüdürlər. Ona görə də onlar avtomobili daha təhlükəsiz idarə edirlər. Bu fikirlə razısınız? Razıyam, razıyam. Ümumiyyətlə, mən belə götürəndə sürücüləri kişi və qadın cinsinə bölməyin tam əleyhidarıyam. Var yaxşı sürücü, Fatih, var pis sürücü, var diqqətli sürücü, diqqətsiz sürücü, savadlı sürücü, savadsız sürücü. Amma yenə də Allah Taala kişi xeylaqlarına reaksiya verir. Bilirsiniz də, biz deməli, daş əsrində ovçu olmuşuq, nə bilim, mamutları elə bir ki, üzərindən getmişik. Qadın reaksiyası zəif olub. Amma qadında Allah Taala sizin dediyiniz özünü qoruma bir hissini verib. Bax, ona görə də adətən statistikaya da baxanda hadisəyə düşən qadınların sayı faiz hesabı ilə də hesablayanda qat-qat azdır. Qaydaları pozanlar da azdır. Onlarda özünü qoruma hissi var, övladını qorumaq hissi var. Ailə hissi daha güclü olduğuna görə kişilərdə bir sizlə qalıb. Bir balaca mənəm. Hə, o hisslə mənəm, mən hamıdan güclüyəm, mən hamıdan bəhsürənəm. Bəzi kişilərdə o var, düzdür, ağıllı kişilərdə var, çoxlu, hansı ki bu hissdən uzaqdırlar. Amma mən bir baxın necə sürürəm, tipli, bax bunu qəzaya salan sürücülərə bax budur. Bax, gör mən necə sürücüyəm. Gör indi qaqanına qayıracaq. Gör indi qaqanına qayıracaq. Sürücülüyə yeni başlayanlara istəyirəm bir dənə məsləhət verəsiz. Tutaq ki, mənim sizin qapını döymə imkanım yoxdur. Ümumiyyətlə sizi tapmadım, başqa bir avtotəlimçi ilə maşın sürməyi öyrənəcəm. Mən bu cür bir insanla yola çıxanda nəyə fikir verməliyəm ki, başa düşüm ki, yanımdakı müəllim doğrudan da işini bacarır. Bu məni nəticəyə gətirəcək ya yox. Fatih, qısa deyim, müəllim dəqiq olmalıdır. Bir, müəllim tələbənin vəziyyətini öz iş yoldaşlarına danışmamalıdır, həkim kimi olmalıdır. Yəni deməməlidir, zəifdir, sürə bilmir, eləmir. Tələbənin verdiyi informasiyanı orada-burada danışmamalıdır. Məsəl üçün, artıq əski danışmamalıdır. Məsələn, elə müəllimlər var ki, dərs vaxtı hardan gəldi danışır, bir dənə dərsdən canlı yayım edir, nə bilim, Instagramdadır, sən tələbə öyrədir sənə. Belə-belə xüsusiyyətlər var ki, müəllimdə o olmalıdır da. Bir də dərsə gecikməməlidir. Sizin yollar, sürücülərlə bağlı ən böyük arzunuz nədir, onu başa düşmək istəyirəm. Mənim sürücü olmaq istəyənlərə arzum odur ki, deməli, maşın alırlar da, maşın kimi, yadda saxlayın, yəqin ki, ekrandan da baxırlar, yadda saxlayın, maşın kimi, maşın sürə bilənin əlində xoşbəxtçiliyi yoxdur. Doğrudan rahat şeydir, Fatih. İnan, nə qədər taksi ilə geçsən, xüsusi sürücünüz bəlkə də var, gedirsiniz, o özünün sükan olmağın başqa şeydir. Ən böyük arzum ondan ibarətdir ki, maşın sürməmişdən qabaq normal kurslar tapsınlar. Demirəm bizim kurslara gəlsinlər. Amma mütləq kurslara geçsinlər. Xalaoğlu kurslarına getməsinlər. Nədir xalaoğlu kursları? Xalaoğlu xala qızına deyir ki, mən səni öyrədəcəm. Səni mən öyrədəcəm. Aparır, deməli, çimərliyə. 2 dairə, 3 dairə vurandan sonra deyir, az sürürsən ki sən. Bir axı mən qaydaları zadı bilmirəm. Ay, bizim nəsildə heç kim qaydaları bilmir. Yavaş-yavaş sürərsən, vura-vura sürərsən. Ən xoşuma gəlməyən, Fatih, o alarsan, vura-vura sürərsən. O deyir, köhnə maşını al, vura-vura sürərsən. O fəlsəfə doğrudur. O fəlsəfə tamam. Ən yaxşı maşını alın.
Ən yaxşı maşını alın. Sizdə içərdən stimul olacaq ki, mən bu yaxşı maşını vurmağa heç hüququm da yoxdur. Bunu vurmamaq üçün nə etmək lazımdır? Ən güclü kurslara getməliyəm. Mənim müəllimim mənə artıq yaşıl ışıq yandırdı ki, get sən vurmayacaqsan. Bir də əsas müəllimdə nədir? Tələbədə inam hissi yaratmaq. İnam hissi yaratmaq ki, sən sürəcəksən. Özə yalandan yox, doğrudan sən sürəcəksən, sən hamıdan yaxşı sürəcəksən. Heç kim səni vura bilməyəcək, Bakıda əsas məsələ. Sən nəinki sürəcəksən, səni vurmaq istəyəcəklər, arzu edəcəklər, amma səni vura bilməyəcəklər. Bax, belə danışanda insanda həvəs yaranır. Bəs salam, mən qərarımı verdim. Çox sağ olun. Ürəkdən öyrədərəm sizə. Çox sağ olun, minnətdaram ki, gəlmişdiniz. Sağ olun.